Sənin heç bir probleminin sənə aidiyyəti yoxdur, bir daha deyirəm. Sənin probleminin sahibi var. Bunu bir dəfəmlik başa düş. Onun dərdini çəkməklə özünə cəhənnəm eləyirsən hər şeyi. O necə olacaq ay Allah? Allah deyir, sənin işindir o. Sənin işin deyil, mənim işimdir. Mənim işim özü. Sənin problem sənindirsə, dərdi mənimdir, həlli mənimdir. Müşkül mənim məsələmdir. Sən beynini doldurma, övlad dərdinə. O mənə deyir ki, biganə yaşayasın. Yox, biganəli deyil bu. Özünə aid olan fikirlərlə məşğul olasan, yersiz şeylərin dərdini çəkməyəsən. Biləsən ki, iş sənin yox, onun əlindədir, bunu biləsən. Onda bir çox qəmdən adam azad olur. Bax, gör kimin əlindədir işlərin. Səni sevən və güclü Allahın, gözəl Allahın, gücü hər şeyə çatan və səni sevən Allahın. Sən kimdənsə çəkinəcəkdinsə, o sənə ziyan vuracaqdır. Sən dedin ki, Allaha təvəkkül o mənə nə edir? Allah dedi ki, o sənə zərər vurmayacaq. O səni vuracaqdır, vurmadı.